Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Rabbi şrah sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yafqahu qavli. Əziz müsəlman qardaş və bacılarım, həmişə olduğu kimi hamınıza, eləcə də özümə Allahdan qorxmağı nəsihət edirəm. Yenə sual-cavab rubrikasını davam edirik. Növbəti suallara cavab verəcəyik inşallah. Buna başlamamışdan əvvəl Peyğəmbər sallallahu aleyhi və səlləmin bizə öyrətdiyi dua ilə Allaha dua edib deyirəm. Allahümmə ənfə'nə bimə alləmtənə və allimnə mə yənfə'unə və zidnə ilmə. Allahım, bizə öyrətdiklərini bizim üçün faydalı et. Bizə faydalı elm öyrət və bizim elmimizi artır. Birinci sual deyir ki, mənim 2 ayağım topuqdan yoxdur, amputasiya olunub, dəstəmazda çətinlik çəkirəm. Necə edə bilərəm? Demək, əgər dəstəmaz almaqda sizə kömək edən bir kimsə varsa, əlbəttə ki, dəstəmaz almaq vacibdir. Maidə surəsinin 6-cı ayəsinin əsasən su ilə dəstəmaz almaq vacibdir. Yəni, adam su gətirir, bir ləyən gətirir və sizə dəstəmaz almaqda köməklik göstərir. O halda dəstəmaz almaq vacibdir. Yox, əgər dəstəmaz almağa sizə köməklik edən bir kimsə yoxdursa, özünüz də gedib o su ilə dəstəmaz ala bilmirsinizsə, yanınızda da su yoxdursa, o halda təyəmmümlə bunu əvəz edə bilərsiniz. Yəni, daim yanınızda bir qabda torpaq olsun, təmiz torpaq. O təmiz torpaqla təyəmmüm edib namazınızı qıla bilərsiniz. Lakin biləsiniz ki, dəstəmaz almaq, yəni su ilə yuyunmaq vacibdir. Su tapılmadığı təqdirdə bunu təyəmmümlə əvəz edə bilərsiniz. Təyəmmüm də bilirsiniz, Ən-Nisa surəsinin 43-cü ayəsində Allah Subhanahu teala əgər xəstə olsanız və su tapmasanız, təyəmmümlə bunu əvəz edə bilərsiniz. Burada Allah Subhanahu teala rüsxət verir. Həm su tapılmasa təyəmmüm etmək olar, həm də adam əgər xəstədirsə və xəstəliyindən dolayı dəstəmaz almaq imkanı yoxdursa, o zaman onu təyəmmümlə əvəz edir. İkinci sual, yuxu dəstəmazı pozurmu? Yatıb durandan sonra namaz qılmaq üçün dəstəmaz alınmalıdırmı? Dərin yuxuya getmək dəstəmazı pozur, bəli. Yəni, uzanıb yatmaq, yaxud dirsəklənib, söykənib, dərin yuxuya getmək dəstəmazı pozur. Safvan ibn Əssəl radiyallahu anh rəvayət etdiyi hədisi də Tirmizi Sünən əsərində nəql edib. Peyğəmbər sallallahu aleyhi ve sellem səhabələrinə yatıb oyandıqdan sonra dəstəmaz almağın vacib olduğunu xəbər verir. Mürgüləmək isə dəstəmazı pozmur. Müslimin rəvayətində Ənəs ibn Malik radiyallahu anh xəbər verir ki, sahabələr bəzən işə namazını gözləyərkən oturulu halda yuxulayardılar, yəni mürgüləyərdilər. Sonra qalxıb dəstəmaz almadan namazlarını qılardılar. Və Peyğəmbər sallallahu aleyhi ve sellem də onlara buna görə irad tutmaz, etiraz etməzdi. Bu da o deməkdir ki, mürgüləmək dəstəmazı pozmur. Üçüncü sual, əgər su olmasa qar ilə dəstəmaz almaq olarmı? Qarla dəstəmaz almaq deyildikdə, qarı əridib, su şəklinə salıb, qar suyu ilə dəstəmaz almaq qəsd edilirsə, bəli, qar suyu ilə dəstəmaz almaq icazəlidir. Çünki qarın suyu göydən yerə inən təbii sudur və təbii su ilə dəstəmaz almaq icazəlidir. Yox, əgər qarı sadəcə olaraq götürüb dəstəmaz əzalarına sürtmək qəsd edilirsə, alimlərin demək olar ki, əksəriyyəti bunun icazəli olmadığını deyir. Çünki Allah Subhanahu teala Quran-ı Kərimdə su ilə dəstəmaz almağı əmr edir. Su, yəni su şəklində
maye şəklində olunmalı o. Dəstəmaz alınan təbii yağış suyu olsun, bulaq suyu olsun, çay suyu olsun, göl suyu olsun, dəniz suyu olsun, axır ki, maye şəklində olmalıdır. Deməli, əgər su tapılmasa, o zaman biz bilirik ki, bunu təyəmmümlə əvəz etmək lazımdır. Təyəmmüm etməyə torpaq da tapılmasa, o qarı əritməyə şərait də olmasa, yəni bütün bu istisnalar olsa, zəruriyyət olsa, o zaman həmən qarla əzalara sürtməklə dəstəmaz almağa bəzi alimlər icazə verir. Lakin bu hal inanmıram ki, belə ölkələrdə baş versin. Bu, Arktikada, Antarktidada, o yerlərdə ola bilər ki, hər yer qar, torpaq olmasın və qarı əritməyə də şərait olmasın. Belə hal çox nadir hal ola bilər. Dördüncü sual, Quran oxuyarkən dəstəmaz almalıyıqmı? Demək, əgər Quranı əzbərdən oxuyuruqsa, dəstəmaz almağa ehtiyac yoxdur. Alimlərin əksəriyyəti bu rəydədir. Dəstəmaz almağa ehtiyac yoxdur. Əzbərdən təkrar edirsən bildiklərini. Hətta bəzi alimlər heyzli qadının o müddətdə, xəstə olduğu müddətdə əzbərdən bildiyi surələri təkrarlamağa icazə verir. O ki, qaldı Qurana, yəni kitaba, mushafa toxunaraq Quran oxunmağa, ona toxunaraq Quran oxunmağa, onu ixtilaf edib alimlər. Bəziləri deyir, oxumaq olar, bəziləri deyir, olmaz. Olmaz deyənlər ayəyə əsaslanır. Ayədə Allah Teala deyir ki, ona yalnız pak olanlar toxunar. Yəni, o kitaba, Vaqiə surəsi 79-cu ayədir. 4 məzhəb bu rəydədir ki, dəstəmazsız toxunulmasın Qurana. Və hətta ixtilaf olsa da bu məsələdə, ixtilafdan kənarda qalmaq üçün, qəlbin rahat olması üçün dəstəmazlı halda o kitabı ələ almaq əlbəttə ki, bəyənilən əməllərdəndir. 5-ci sual, adi coraba məsh etmək olarmı? Sual verən adamın burada adi corab deyəndə nəyi qəsd etdiyini mən bilmirəm. Amma umumən coraba məsh çəkmək barədə İmam Abu Davud rahiməhullahın Sünən əsərində səhih hədisdə Muğir ibn Şübə radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dəstəmaz aldı və corabların üzərinə məsh çəkdi. Bu hədis dəlildir ki, corabın üzərinə məsh çəkmək olar. Bu hədis barədə məzhəb rəyləri, alimlərin rəyləri var. Müəyyən şərtlər qoyurlar ki, corab qalın olsun və ayaq görsənməsin. Yəni, şəffaf corablar olur, bəzi corablar, nazik corablar olur. Elə olmasın. Zəruri halda corab üzərinə məsh çəkməyə deyənlər də var. Əgər imkan varsa deyə çıxarıb yumalısan və s. Bu ixtilaflardan kənarda qalmaq üçün, yəni qəlbin rahatlığı üçün, əlbəttə ki, imkan daxilində ayaqları yumaq daha yaxşıdır. Amma şəriət bizə rüsxət verir axı. Asanlaşdırın deyir, çətinləşdirməyin. Əgər görsək ki, soyuq havadır, ayaqları yusan, sonra da yaş-yaş o corabları geysən, ayaqlarına zərər toxundura bilər. Və ya xəstəsən, soyuq havada ayaqları yusan, xəstəliyin biraz da arta bilər. Və yaxud ümumiyyətlə elə bir yerdəsən ki, orada corabı çıxarıb, ayağı qaldırıb yumaq imkanı yoxdur. Belə zəruri hallarda, istisna hallarında corabı məsh çəkmək və rüsxət olanı götürmək əlbəttə ki, sünnəyə uyğundur. Çünki Rasulullah sallallahu aleyhi ve sellem bunu edib. Əgər Peyğəmbər sallallahu aleyhi ve sellem bunu edibsə, ümmətinə onu asanlaşdırmaq üçün edib. Ona görə biz həmişə dəvətdə müsəlmanlara məsləhət görürük ki, insanlara asanlaşdırsınlar, çətinləşdirməsinlər. Peyğəmbər sallallahu aleyhi ve sellem ayrıca bir hədisi var. Yəssiru
Və lə tuassiru. Asanlaşdırın, çətinləşdirməyin. 6-cı sual. Dəstəmaz aldım, sonra corab geyindim. Corabı tərs geyindiyimi və ya cırıq olduğunu görüb ayağımdan çıxartdımsa, həmin coraba məs çəkmək üçün yenidən dəstəmaz alıb ayaqlarımı yumalıyammı? Deməli, əgər corabı dəstəmaz pozulmamışdan əvvəl ayağınızdan çıxarıb başqa corabla dəyişmişsinizsə, sonra dəstəmaz pozulanda dəstəmaz alarkən corabları çıxarmağa ehtiyac yoxdur. Məs çəkə bilərsiniz. Çünki o corabları ayağınıza dəstəmazlı ikən geyinmişsiniz. Bu məsələ incə məsələdir. Səhər dəstəmaz aldınız, hələ dəstəmaz pozulmayıb. Dəstəmaz pozulana qədər o corabı dəyişsəniz, sonra dəstəmaz pozulub, yenidən dəstəmaz aldıqda o corabı çıxarıb ayaqları yumağa ehtiyac yoxdur. Yox, əgər dəstəmaz almışsınız, sonra dəstəmaz pozulub, yenidən dəstəmaz alıb o corabın üzərinə məs çəkmişsiniz. Sonra corabları dəyişmişsiniz. Burada bir məsələ var. Corabı dəyişmək dəstəmazı pozmur. Corabı dəyişmişsiniz, dəstəmaz yerindədir. O dəstəmazla namazınızı qıla bilərsiniz. Lakin dəstəmaz pozulsa, yenidən dəstəmaz aldıqda corabı çıxarıb ayağı yumalısınız. Çünki dəstəmazınız pozulub, sonra dəstəmaz alıb, məs çəkdikdən sonra corabı dəyişmişsiniz, ayağınızdan çıxarmışsınız. Deməli, sonradan geyinən corab ayaqlar yuyulmuş halda geyinilməyib ayağa. Məs çəkilmiş halda geyinilib. Sanki o məshlə, o corabla, o məslə məshin hökmü gedib. Amma dəstəmazın hökmü qalıb. Dəstəmaz pozulmur. Və bütün bu dediklərimizə dəlil Peyğəmbər sallallahu aleyhi ve sellemin Buxari Müslimdəki rəvayətidir. Məs çəkəndə Muğir ibn Şöbə radiyallahu anh deyir ki, mən onları dəstəmazlı ikən geyinmişəm. Ayaq geyimini dəstəmazlı ikən geyindiyini bildirir. Bu halda artıq məs çəkmək olar. O ki, qaldı o bayaq dediyim məsələyə ki, corabı çıxaranda dəstəmaz pozulmur. Buna alimlər dəlil gətirir. 1. Əli ibn Əbi Talib radiyallahu anhdan olan rəvayəti. Dəstəmaz alır, məs çəkir, sonra məscidə gələndə ayaq geyimini çıxarır və girir namazını qılır. 2. Deməli, deyirlər ki, saça məs çəkmişsən, məsələn üçün. Sonra gedib bərbərdə saçı qırxdırmısan. Dəstəmaz pozulmur ki. Dəstəmaz yerində qalır. Yəni, bu da qiyasdır. Bu halda, yəni corabı çıxaranda ayağından dəstəmaz pozulmur. Dəstəmaz yerində qalır. Sonraki sual, 7-ci sual. Soyuq havada və ya digər səbəblərə görə 3 gün ərzində corablara məs etmək doğrudurmu? Deməli, suala düzəliş verək. Soyuq havanın, xəstəliyin və s. o 3 günə aidiyyəti yoxdur. 3 gün aidiyyəti yoxdur. 3 gün səfərə aiddir, səfər. Səfərdə olan müddətdə, səfərdə olduğunuz zaman 3 gün, yəni 72 saat ayaq geyiminin üzərinə məs çəkmək icazəlidir. Və burada da bir incə məsələ var. Hədisi İmam Tirmizi rəvayət edib, rahiməhullah. Burada olan incə məsələ nədir? Məshin müddəti nə vaxt başlayır? Yəni, məsələn, sübh namazında dəstəmaz alıb, ayağına geyinmişsən, xuf ya corab, səfərdəsən. 3 gün ərzində məs çəkə bilərsən. Məshin müddəti sübhdə bitir. Çünki sən sübhdə dəstəmaz alıb corab geyinmişsən. Yoxsa məs çəkdiyin vaxtda, deməli, diqqət edin, dəstəmaz alıb corabı geyindin. Dəstəmazın pozulmayıb. O dəstəmazla bir neçə namaz qıldın. Məsələn, sübhdə dəstəmaz alıb corab geyinmişsiniz. Zöhrü qıldınız, əsri qıldınız, məğribi qıldınız. İşa namazında dəstəmaz pozuldu. Dəstəmaz alıb ilk məsi çəkdiniz xufun ya corabın üzərinə. İlk məsi çəkdiyiniz vaxt, hansı vaxtda işa? 3 gün sonra işa vaxtında
məsin müddəti bitir. Qayda belədir. 8-ci sual. Ev əhli fərz namazını çox gec qılır. Məsələn, namaz girdikdən 40-50 dəqiqə sonra qılırlar. Və yaxud 1 saat. Bu zaman ev əhlini gözləyib fərz namazını onlarla birlikdə qılaq, yoxsa tək qılın, daha çox savab qazanın. Vaxtında qılmaq vacibdirmi namazı? Demək, sualın cavabı belədir. İmam Buxari, rahiməhullahın və digər mühəddislərin rəvayət etdiyi hədisdə xəbər verilir ki, sahabə Peyğəmbər sallallahu aleyhi ve sellemə sual verir. Deyir, Allahın ən çox sevdiyi əməl hansı əməldir? Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, Allahın ən çox sevdiyi əməl vaxtı girən kimi namazı qılmaqdır. Namazın vaxtı girən kimi qılmaq Allahın ən çox sevdiyi əməllərdəndir. Allah o bəndəsinin etdiyi o əməli sevir. Həmçinin başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, namazı vaxtı girən kimi qıl. Fikir ver, namazı vaxtı girən kimi qıl. Əmrdir. Bu əmr onun müstəhəbliyinə, bəyənilən əməllərdən olmasına dəlalət edir. Lakin zəruri hallarda hər hansı bir iş olduqda o səbəbdən dolayı namazın vaxtını 10 dəqiqə, 15 dəqiqə, 20 dəqiqə və s. gecikdirmək olar. Namazın vaxtı çıxmamaq şərti ilə. Lakin biləsiniz ki, davamlı şəkildə, gündəlik olaraq bunu etmək, yəni namazları həmişə gecikdirmək, yubatmaq sünnəyə ziddir. Hətta bəzi hədislərdə gəlir ki, İmam Buxari, Müslimin rəvayətlərində, elə bir dövr gələcək ki, o dövrdə insanlar namazları gecikdirəcəklər. Hətta vaxtından keçirəcəklər. Bir neçə namazı birləşdirib qılacaqlar. Məsələn, elə adamlar rast gəlirsən ki, iş adamıdır, deyir, mənim işim o qədər çox idi ki, namazları axşam gəldim, 3-ünü bir yerdə qıldım, 4-ünü bir yerdə qıldım. Və ya iş adamıdır, deyir, səfərdəydim, 2 həftəlik səfərə getmişdim, işgüzar səfərə, orada imkan tapa bilmədim namaz qılmağa. Qayıdandan sonra bunların hamısının qəzalarını qılmışam. Və ya elə zavallılara da rast gəlirik ki, deyirlər ki, indi cavanam, qoy dünyanın ləzzətlərindən həzz alım. 40 yaşından sonra qılmadığım namazların qəzalarını hamısını qılaram. Baxırsan bunlara, deyirsən Allah Subhanahu Quran-ı Kərimdə namaz qılmayanı Veyl dərəsinə düşəcəyini xəbərdar edir. Fəvailu lil musallin əlləzinə hum an sələtihim səhun. Vayl. Vayl cəhənnəmdə olan dərənin adıdır. Vayl dərəsinə düşəcəklərini xəbərdar edir onlara. O namaz qılanlara ki, onlar namazlarında səhlənkarlıq edirlər. 9-cu sual. Qadın namaz qılarkən corabın görünməsində bir problem varmı? Heç bir problem yoxdur. Əgər corabın altından ayaq görünürsə, o zaman onu örtmək müstəhəbdir. Yəni, vacib deyil, müstəhəbdir. Yaxınlıqda əgər naməhrəm varsa, onun yanında ayağı örtmək vacibdir və ümumiyyətlə məsləhətdir ki, naməhrəm yanında qadın namaz qılmasın. 10-cu sual. Anam yaşlıdır, namaz qılanda özündən xəbərsiz hərəkət edir. Məsələn, yanındakı uşaqlarla danışır, əli ilə hərəkətlər edir, neysə göstərir. Amma həmişə olmur. Həmin namazı təzədən qılmalıdırmı? Xeyr, o namazı qılmamalıdır, çünki onun üzrü var. O elə bir yaşa dolub gəlib çatıb ki, o yaşda artıq nə etdiyini fərqinə varmır. Və Allah Subhanahu teala bunu ona bağışlayır. Peyğəmbər sallallahu aleyhi ve sellem səhih hədisdə deyir ki, İnna Allah təcavüzə an ümməti el-xata'a və nisyan və mə stukrihu aleyh. Allah mənim ümmətimə xəta etdiyini, bilməyib etdiyini, unudub etdiyini və məcburiyyət altında, təzyiq altında, ikrah altında etdiyi əməlləri bağışlayır. Və o da unudaraq bunu edirsə, əlbəttə ki, Allah Subhanahu onu bağışlayır. Çünki heç kəs bilərəkdən namazda danışmaz, namazda artıq əski hərəkət eləməz. Hədisi də İbn Hibban, İbn Macə rəvayət edib. Başqa bir hədisdə də deməli,
İmam Müslimin səhihində Huzeyfə ibn Həkəm Əs-Suləmi radiyallahu anh deyir ki, namazda yanımda olan sahabələrdən biri asqırdı, əlhəmdülillah dedi. Namazda əlhəmdülillah demək icazəlidir. Çünki bu duadır. Allahla sənin aranda olan duadır. Lakin deyir, mən ona yarhamukallah dedim. Onda sahabələr başladılar əllərinə vurmağa. Əllərinə bir-birinə belə vurmağa, yəni ki, danışma. Namaz qutarandan sonra Peyğəmbər sallallahu aleyhi ve sellem mənin yanına çağırdı. Dedi ki, oğlum, namazda danışmaq olmaz. Diqqət edin, xəbərdarlıq edir ki, namazda bir daha danışmasın. Lakin ona demir ki, get namazı təzədən qıl. Bilməyib eləməsi onun üçün üzr sayılır. 11-ci sual, savab cəhətdən sünnət namazı üstündür, yoxsa Quran oxumaq? Deməli, hər birinin öz yeri var. Onu öz yerində, öz vaxtında yerinə yetirdikdə, əlbəttə ki, onda savab qazanırsan. Peyğəmbər sallallahu aleyhi ve sellemin ümumiyyətlə sünnələri belədir. O sünnələri zamanı var, vaxtı var, qədəri var, keyfiyyəti var və s. Bunları yerində Rasulullah sallallahu aleyhi ve sellem göstərdiyi kimi eləyəndə savab qazanırsan. Məsələn, fərz namazını qılmısan, namazı qılıb qurtarandan sonra götürüb başlayırsan Quran oxumağa, zikirləri eləmədən. Bu bəyənilməyən əməllərdəndir, bu sünnəyə zidd olan əməllərdəndir. Sünnə nədir? Namazı qılandan sonra, namazdan sonraki zikirləri edəsən. Və ya, məsələn üçün, səhər-axşam zikirləridir, vaxtıdır səhər-axşam zikrinin. Onu eləmirsən, deyirsən ki, mən Quran oxuyacam. Yenə sünnəyə zidd hərəkət etmiş olursan. Və beləcə qiyas elə, hər bir əməldə o əməlin yerinə Quran oxusan, o əməli tərk edib. Sünnəyə uyğun olan əməli tərk edib Quran oxusan, əlbəttə ki, o sünnəyə uyğun olmayacaq. 12-ci sual, ticarət mərkəzlərinin içində olan namaz otağında məsciddəki kimi 2 rükət sünnə qılmaq lazımdırmı? Yoxsa birbaşa namazı qılırsan? Deməli, birbaşa namazı qıla bilərsiniz. Niyə? Çünki o məscid hökmündə deyil. Əvvəla, orada 5 vaxt namaz qılınmır. İkincisi, cümə namazı qılınmır. Üçüncüsü, ən əsası da o yer sahibinin mülkünə aiddir. Yəni, istənilən vaxt o yer satıla bilər. Məscidlər isə vaqf olaraq ayrılan yerdə, vaqf olaraq ayrılan yerdə tikilir və ta öz-özünə uçulana qədər o məscidlərə heç kəs toxunmur. Yəni, o məscidi götürüb o yeri kiməsə satsınlar ki, gəl burada özün üçün ev tik və s. Belə şey olmur. 13-cü sual, qadın evdə ayağı açıq, corabsız namaz qıla bilərmi? Alimlərin bir qismi qadının namazda ayağının açıq olmasının icazəli olduğunu deyir. Yəni, əksəriyyət bu rəydədir. Qadın ayağı açıq namaz qılırsa, o namaz batil olmur. Namazın batil olmamasında alimlərin əksəriyyəti ittifaq edib. Lakin əlbəttə ki, örtülü olsa, paltar onun üstünü örtsə, corabda olsa daha yaxşı olar. Amma yenə də ayağı açıq namaz qılırsa, o namaz qəbuldur və icazəlidir. O namazda heç bir problem yoxdur. Bayaq dediyim kimi, naməhrəm yanında bunu eləməsin. 14-cü sual, ikinci rükətdə təşəhhüddə, ət-təhiyyatü duasında sonra Allahümmə salli və Allahümmə bərik duaları oxunurmu? Deməli, alimlərin bir qismi bunun vacibi olduğunu deyir. Çünki İmam Əbu Davud rahiməhullahın sünən əsərində Peyğəmbər sallallahu aleyhi ve sellem əmr formasında deyir, Qulu Allahümmə salli alə Muhammedin və alə əli Muhammed kəmə salliyət alə İbrahimə və alə əli İbrahim. Qulu əmrdir. Və bu əmrə əsasən alimlərin bir qismi deyir ki, onu demək vacibdir. Amma bir qismi başqa hədislərə əsaslanaraq deyir ki, vacib deyil. Təşəhhüdün birinci hissəsinə qədər, abduhu və rasulühə qədər deyib kifayətlənə bilərsən. Lakin təbii ki, demək və daha çox savab qazanmaq, həm də bu ixtilafdan çıxmaq və qəlbin rahat olması daha üstün rəydir.
15-ci əsr namazının sünnəti varmı? Bəli. İmam Əhməd, Tirmizi və digərlərinin rahiməhumullah rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, əsrdən öncə 4 rükət qılan bəndəyə Allah rəhm edir. Lakin hər gün davamlı olaraq bunu etmək Peyğəmbər sallallahu aleyhi ve sellemdən varid olmayıb. Peyğəmbər sallallahu aleyhi ve sellemdən davamlı olaraq qılınan sünnə namazları bunlardır. Sübh namazından əvvəl 2, zöhrdən əvvəl 2, 4, yəni sübhlə bərabər oldu 6, məğribdən sonra 2, 8, zöhrdən sonra da 2, 10 və bir də işadan sonra 2, 12. Sübhdən sonra 2, zöhrdən əvvəl 4, zöhrdən sonra 2, məğribdən sonra 2, işadan sonra 2, oldu 12. İmam Müslimin səhihində Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim gündəlik olaraq 12 rükət namaz qılsa, sünnə namazı, Allah ona cənnətdə bir ev bəxş edər. 16-cı sual, səssiz qılınan namazlarda Fatihə surəsini imamın arxasında çatdıra bilmirəm. Bu vəziyyətdə mən nə etməliyəm? İmamla birlikdə rukuya getməliyəmmi? Əlbəttə ki, o hədisə əsasən ki, hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, Fatihəsiz namaz qəbul deyil. Ona əsasən deyə bilərik ki, mütləq şəkildə Fatihəni tamamlamalısan. Lap tez oxuyaraq tamamla, sonra rukuya get. Növbəti rükətlərdə, həmçinin o imamla yenidən namaz qılanda bunu nəzərə al. Nəzərə al ki, o imam biraz tez oxuyur və sən də Fatihəni biraz tez oxu ki, imamdan geriyə qalmayasan. 17-ci sual, cəmaat namazında imamın arxasında duranlar Fatihə surəsini amin deyiləndən sonra oxuyurlarmı? Bu ixtilaflı məsələdir. Kimlər deyir ki, oxumaq lazım deyil, yalnız dinləmək lazımdır. Onlar Əraf surəsində olan ayəni dəlil gətirirlər. İzə quriyəl Qur'anı fəstəmiyu ləh və ansitu ləəlləkum turhamun. Quran oxunduğun zaman dinləyin, susun, bəlkə sizə rəhm olunsun. Kimlər ki, deyir ki, oxumaq lazımdır, onlar hədisə əsaslanır. Səhih hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem səhabələrinə deyir ki, imamın arxasında ancaq Fatihəni oxuya bilərsiniz. Ancaq Fatihəni. İxtilaflı məsələdir. Hər iki rəyi edən doğru yoldadır. Yəni, heç birini qınamırıq. Hansı rəyi götürürsünüzsə götürün. Ancaq şəxsən mən oxumuram. İmamı dinləyirəm. 18-ci sual. Ayaqlar yoxsa topuqlar namazda birləşdirilməlidir. Bəziləri ayaq barmaqlarını birləşdirir pəncədən, amma topuğu birləşdirmir. Ayağın hansı hissəsi birləşdirilməlidir? Bu çox gözəl sualdır, aktual sualdır. Deməli, İmam Buxari və Müslimin səhihlərində Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, cərgələrinizi düzəldin. Əmirdir bu. O cərgələr necə düzəlməlidir? Onu Rasulullah sallallahu aleyhi ve sellem özü şəxsən əli ilə düzəldirdi cərgələri ki, cərgələr düppədüz olsun. Əbu Davud rahiməhullahın sünən əsərində, diqqət edin, bu artıq əlavə vəsfdir cərgələrin düzəlməsi üçün. Çiyinlərinizi birləşdirin, şeytana aranızdan keçmək üçün boşluq qoymayın. Buradan bizə aydın olur ki, cərgələrdə, namazda çiyinlər bir-birinə bitişik olmalıdır. Çiyinlər bitişik olmalıdır. Sonra İmam Buxari rahiməhullahın səhihində Buxari rahiməhullah fəsilə belə bir ad qoyub. İlzəqul mənkəbi bil mənkəb vəl-qadəm bil-qadəm fis-saf. Cərgədə durduqda çiyin-çiyini, ayaq-ayağa birləşdirilməlidir. Boşluq qoyulmamalıdır. Və bu fəsilin altında Ənəs ibn Malik radiyallahu anh'ın rəvayət etdiyi hədisi gətirir. Deyir ki, biz sahabələr çiyin-çiyinə, ayaq-ayağa birləşdirib cərgələri düzəldərdik. Həmçinin Buxari və Müslimin rəvayətlərində Nu'man ibn Bəşir radiyallahu anh deyir ki, Rasulullah sallallahu aleyhi ve sellem bizə belə buyurdu. Cərgələrinizi düzəldin. Cərgələrinizi düzəltməsəniz, Allah sizin qəlblərinizi ayırar. Fikir verin. Cərgələri düzəltmək, qəlblərin birləşdirilməsi üçün arada olan o ülvi məhəbbətin müsəlmanlar arasında birliyin möhkəmlənməsi üçün səbəbdir. İmam Əbu Davud rahiməhullahın sünnən əsərində başqa bir rəvayətdə deyilir ki, sahabələrin topuqlarını
bir-birinə birləşdirdiyini gördük. Yəni bir sahabə o bir sahabələrin belə elədiyini görüb. Sahabə topuğu topuğa birləşdirib. Yəni bu vacib olmaya bilər, müstəhəb ola bilər. Lakin çiyinin çiyinə, ayağın ayağa birləşməsi ki, şeytana boşluq qoymayasan, bu artıq Peyğəmbər sallallahu aleyhi və səlləmin əmridir. Və yeri gəlmişkən bir məsələyə də toxunaq. Cərgələr sağ tərəfdən düzəlir, yoxsa sol tərəfdən? Sual meydana gəlir. Sualın doğru cavabı budur ki, cərgə ortadan düzəlir. Yəni imamın bərabərindən. Yəni sağ tərəfdəkilər sola, imam tərəfə baxıb cərgəni düzəltməlidir. Sol tərəfdəkilər də sağa, imamın olduğu istiqamətə, yəni ortaya baxıb cərgələri düzəlməlidir. Ortadan cərgələr düzələ-düzələ sağa sola davam edir. Həmçinin ayaqlar necə birləşir? Bəzən görürsən ki, ayağı adam tamamilə çiynindən də aralı saxlayır. O zaman yanındakılar ona çiynini necə birləşdirsin? Ona görə də alimlər yekdil rəydədir ki, namazda adam gərək çiyin bərabərində qoysun ayağını ki, yanındakı da ona birləşəndə həm çiyini, həm ayaqları birləşmiş olsun. 19-cu sual, qurban kimsə gətirib bir mömin adam yanımızda, ona o qurbanı kəsdirə bilərmi, yoxsa mütləq özümüz kəsməliyik? Qurban kəsmək məsələsində bu qədər çətinləşdirmək olmaz ki, mütləq kimsə kəsdirməlidir. Əsas odur ki, kəsən müsəlman olsun və kəsəndə Bismillah desin. Vəssalam. 20-ci sual, 40 qoyuna nə qədər zəkat düşür? Deməli, 40 qoyuna bir qoç zəkat verirsiniz. Bu sualın ümumi cavabıdır. Lakin fayda üçün deyim sizə, 40 qoyundan 120 qoyuna qədər, qoyunların sayı nə qədər olursa olsun, 120 olsa belə bir qoç zəkat verilir. 120-ni keçdi, 121 oldu, o zaman 2 qoç verilir. 200-ə qədər, nə qədər olursa olsun, 2 qoç verilir. 200-ü keçdi, 201 oldu, o zaman artıq 3 qoç verilir və sonra da 300-ü keçəndən sonra 400, 500, hər 100-ə bir qoç verilir. 21-ci sual, mənə çoxlu borcu olan var, amma uzun müddətdir qaytarmırlar, onun zəkatını çıxarmalıyammı? Borcun qaytarılma ehtimalı böyükdürsə, yəni bilirsən ki, 10 günə, 15 günə qaytaracaq, bir aya qaytaracaq, onun zəkatını çıxarırsan, bəli. Pul onun əlindədir, amma sənin pulundur. Yox, əgər adam 2 ildir, 3 ildir, məsələn, borcu qaytarmır, qaytarmağa imkan yoxdur və yaxud da ki, aldadıb, çıxıb gedib, o pul qayıdacaq, qayıtmayacaq, sual altındadır. O zaman onun zəkatını vermirsən. O borcu qaytaranda onda artıq zəkat verilən vaxtı zəkatını verirsən. Mən keçmişdə bir nəfərin maddi haqqına girmişəm, uzun illər keçib, indi peşmanam və tövbə etmişəm. Həmin insanı tanıyıram, məbləğ isə böyük olub, halal yolla işləsəm də o pulu qaytarmaq imkanı yoxdur. Onun üçün gərək mən 10 il işləyim. Lakin belə bir hadisə başıma gəlib, qumardan, lotereyadan pul udmuşam. Allahu Akbar. İndi bu pulla həmin məbləği o insana qaytara bilərəmmi? Əgər bu sualı verən adam bilməyərəkdən sualı verirsə, Allah keçsin günahından, tövbə eləməlidir. O qumar oynadığına görə, çünki qumar böyük günahlardandır. Böyük günahlardandır. Maidə surəsinin 90-91-ci ayələrində Allah Subhanahu taala bu əməli şeytan əməli adlandırır. Əmr edir ki, bundan çəkinəcəksinizmi? Və bu əməli içki ilə, fal oxları ilə, bütlərlə bərabər bir cümlədə qeyd edir. İnnəməl xamru vəl meysiru. Bir cümlədə gəlir. İçki, qumar, fal oxları, bütlər, bunlar hamısı şeytan əməlindən olan murdar əməldir deyir. Buna görə adam tövbə eləməlidir. Və əgər bu sualı verəndə burada istehza qəsd edilirsə, ona görə də ayrıca tövbə eləməlidir. Necə yəni? Qumar oynamışam, udmuşam, indi o pulu aparıb borciyəsinə vermək istəyirəm. Haram yolla qazanıb nəysə eləmək əlbəttə ki, haramdır, icazəli deyil. Buna görə qiyamət gün cavab verəcək. Ona görə hələ ki, gec deyil,
tövbə edib əməlinə son qoymalıdır. Və o borc yiyəsinin də imkan daxilində yavaş-yavaş borcunu halal yolla qaytarmalıdır. 23-cü sual, təhiyyət duası necə olur? Meyrac gecəsi nazil olması haqqında deyilənlər doğrudurmu? Deməli, araşdırdım, uzun müddət araşdırdım. Bu xüsusda heç bir səhih rəvayətə rast gəlmədim. Hətta bəzi alimlər deyir ki, ümumiyyətlə səhih rəvayət yoxdur. Meyrac hadisəsi Buxari Müslimin səhihlərində rəvayət edilib və o rəvayətdə təhiyyətlə bağlı heç bir kəlmə də yoxdur. Təhiyyəti Peyğəmbər sallallahu aleyhi ve sellem səhabələrə sonradan öyrədib. Yəni, namaz ona Meyracda vacib buyurulub, 5 vaxt namaz qılmaq. Sonra o yer üzünə qayıdıb, ondan sonra Cəbrail aleyhissalam gəlib Peyğəmbər sallallahu aleyhi ve sellemə namazın necə qılınmasını öyrədib, 2 gün dalbadal. Birinci gün ilk vaxtlarında, ikinci gün son vaxtlarında. Bu da Buxari Müslimin rəvayətlərində öz təsdiqini tapıb. Sonra Rasulullah sallallahu aleyhi ve sellem səhabələrə təhiyyəti öyrədib. Bunlar hamısı Buxari Müslimin səhihlərindədir. 24-cü sual, sualı verən qadın xeylığıdır. Təhsil üçün hazırlaşıram, inşallah həkim olmaq istəyirəm, namaz qılıram və həqiqətən utanaraq bu sualı cavabını bilmək istəyirəm. Namaz qılmağı çox sevirəm və vacibliyini də dərk edirəm, fərqindəyəm. Amma dərslərlə birlikdə bu çox çətin olur. Sübh namazını demirəm, çünki o 2 sünnəti, sübh namazının sünnəti qılıram. Amma digər namazlar üçün çətinlik çəkirəm. Olar ki, mən sadəcə fərzləri qılım, bu günah olmaz ki. Ümumiyyətlə, əziz bacım, sünnəni qılmasanız günah qazanmırsınız. Sadəcə olaraq savabdan, böyük savabdan məhrum olursunuz. Bayaq dedim, cənnətdə olan ev, ondan məhrum ola bilərsiniz. Ona görə sünnələri qılmaq müstəhəbdir. Lakin, məndə belə bir sual doğur meydana, fərz namazlarını qılmaq imkanı varsa, niyə sünnəni də qılmayasınız? Əgər o imkan varsa. Kim sizə məhdudiyyət qoyur ki, mütləq namaza 3 dəqiqə vaxt verirəm, get qıl, gəl. Ancaq fərzi qılıb gəlirsiniz. Əgər fərzi qılmaq imkanı varsa, sünnəni də qılın. Sünnələri tərk eləməyin. Peyğəmbər sallallahu aleyhi ve sellem bayaq dedim hədisdə, kim 13 rükət sünnə namazını qılarsa, Allah ona cənnətdə ev bəxş edər. 25-ci sual, aşırı dərəcədə nəzərə gəlirəm, gözdəyir və bu gözdəymədən qorunmaq üçün nə etməliyim? Səhər axşam zikirlərini də edirəm. Deməli, Peyğəmbər sallallahu aleyhi ve sellem gözdəymədən qorunmaq üçün, nəvələrini qorumaq üçün dua edərdi. Dua edərdi, deyərdi ki, Uydukümə bi kəlimətilləhi təmməti min kulli şeytanı və həmmətin və min kulli aynin ləmmətin. Hər bir şeytandan, zərərli heyvanlardan və gözdəymədən qorunmaq üçün sizi Allahın tam kəlmələrinə həvalə edirəm. Və hətta deyərdi ki, Həsən Hüseyin radiyallahu anh'a bu duanı oxuyandan sonra deyərdi ki, babanız İbrahim bu duanı öz övladları İshak və İsmail üçün oxuyardı. Və alimlər də bu duaya əsasən deyir ki, həmçinin insan özü üçün də dua edib deyə bilər ki, Əuzu bi kəlimətilləhi təmməti min kulli şeytanı muhammətin və min kulli aynin ləmmətin. Əuzu bi kəlimətilləhi təmməti min kulli şeytanı muhammətin və min kulli aynin ləmmətin. Biz xahiş edərik ki, bu duanı bu sual-cavabın altı yazısına, şərh bölümünə yerləşdirsinlər ki, oradan oxuyub əzbərləyə biləsiniz. Bundan əlavə çoxlu Quran oxuyun və Peyğəmbər sallallahu aleyhi ve sellemin bizə öyrətdiyi dualarla, zikirlərlə Allah'a sığının, Allah sizi qoruyacaq. 26-cı sual, uşaqda qorxu, təşviş və həyəcan var. Nə məsləhət görürsünüz? Bayaq dediyim kimi, Peyğəmbər sallallahu aleyhi ve sellem Həsən və Hüseyin radiyallahu anhuma üçün dua edib Peyğəmbər sallallahu aleyhi ve sellem Allaha, o dua ilə Allaha yalvarıb, onları həmin o həyəcandan, təşvişdən, qorxudan Allaha həvalə edə bilərsiniz ki, Allah onları, onlarda olan o qorxunu onlardan götürsün. Bu duanı da bayaq dediyim kimi Müsəlman qalasından da tapa bilərsiniz. Müsəlman qalasında 48-ci fəsildə 146 nömrəli duadır. Bundan əlavə biz övladın qorunması üçün,
əməli salih olması üçün. Ayrıca bir balaca kitabçada 10 dua hazırlamışıq. 10 dua. Onları da istəsəniz verə bilərik, əzbərləyib o dualarla Allaha dua edə bilərsiniz. Həmçinin 27-ci sual deyir, bacımın canında qorxu var. Öz-özünə yemək yemir, tez-tez qorxur. Bu qorxunu necə aradan qaldıra bilər? Deməli, məsləhətim odur ki, çoxlu Quran oxusun. Vaxtlı-vaxtında zikirləri eləsin. Dua eləsin, xüsusilə də namaz qılıb, səcdədə dua eləsin Allaha. Şəfa tapmaq üçün. Və Allah Subhanahu ona tez bir zamanda şəfa verər. Ümid edirik. Həmçinin o insanı qorxuya salan, istər telefon vasitəsilə, istər kompüter vasitəsilə qorxuya salan filmlərdir və s. şeylərə baxmasın. Bu da insanda psixoloji olaraq dəyişiklik əmələ gətirir və insanın canına qorxu düşür. Deməli, zikr elə bir şeydir ki, onu oxuyanda şeytan ondan uzaqlaşır, insandan uzaqlaşır və qəlb rahatlıq tapır. Allah Teala Quranda deyir, "Ələ bi zikrillah tətməinnəl qulub." Allahı zikr etməklə qəlblər rahatlıq tapır. İndi diqqət edin o bir ayəyə. وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِ فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكَ. Kim mənim zikrimdən uzaqlaşarsa, onu sıxıntılı həyat gözləyir. Zikirdən uzaq olmaq olmaz. Zikir etdikcə mələklər həmişə sizin yanınızda olacaq, sizi qoruyacaqlar. 28-ci sual, uşağa Bərran adı vermək olarmı? Ümumiyyətlə, İslam dini uşaqlara gözəl ad verməyi əmr edir. Bu Bərran adının nə qədər araşdırdım, müəyyən bir qənaətə gələ bilmədim. Niyə? Çünki bizdən əvvəlkilər əsrlər boyu nə qədər sahabələr, onlardan sonra gedənlər, onların arasında belə bir ad öz övladına verən adama rast gəlmədim. Yəni, tapa bilmədim. Lakin, bu demək deyil ki, bu adı qoymaq olmaz. Olmaz deyə bilmərəm. Çünki adın mənasında pis bir şey yoxdur. Bərran adı yaxşılıq mənasında verir və sair mənaları da verir. Bir sözündən. Amma biz yenə urfa qayıtmalıyıq. Urf nədir? Yaşadığın yerin adəti, ənənəsi, insanların onu qəbul edib etməməsi. Ad verəndə elə ad vermək lazımdır ki, uşaq böyüyəndən sonra o ada görə utanmasın. Kimsə deməsin ki, bu nə addır, qəribə addır, ələ salmasın onu. Bunu nəzərə almaq lazımdır. 29-cu sual, yaxın şərq ölkələrində hündür binaların tikilməsi hədisdə deyilən qiyamətin əlamətlərindəndirmi? Suala düzəliş verək. Əvvəla, hədisdə şərq ölkələrə qəsd edilmir. İmam Müslimin səhihində olan hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem Cəbrail aleyhisselamın sualına cavab verəndə deyir ki, çobanlar, yəni o kasıb, ayaqyalın, imkanı olmayan çobanlar hündür binalar tikməkdə yarışacaqlar. Yəni, sonradan varlanacaq və hündür binalar tikməkdə yarışacaqlar. Bu da təkcə şərq ölkələrində deyil. Dünyanın hər yerində istər qoyun otaran çobanlar, istər at saxlayan ilxıçılar və s. Bunlar hamısı əvvəl kasıb olub, sonra varlanıb hündür binalar tikməkdə yarışacaqları vaxt artıq qiyamət yaxınlaşacaq. Hədisdə qəsd edilən odur. Və nəhayət 30-cu sual. Bu sual eksklüziv sualdır. Əvvəlcə bu suala heç cavab vermək istəmirdim, ancaq sonra fikirləşdim ki, suala cavab verim. Həm sualı verən adamın cavabını vermiş olaq, o da cavabını alsın, onun üçün də maraqlıdır. Həm də bu sualın cavabını dinləyən adamlar üçün də bir fayda olsun. Deyir ki, salam aleykum, 10 ildən çoxdur ki, tələbələr sizdən çəkindirirlər, sizin əqidənizdə problem olduğunu deyirlər. Suala biraz düzəliş verək. Əvvəla, tələbələrin hamısı bunu eləmir. Yəni, getsin, haradasa dalımıza danışsın, qeybət eləsin, cəmaatı mənə qarşı qaldırsın və s. Bunu tələbələrin hamısı eləmir. Mən deyərdim ki, ümumiyyətlə, əksəriyyəti bunu eləmir. Bir qismi ümumiyyətlə
xətrimi çox istəyir və uzun illərdir ki, həmişə əlaqəmiz olub. Bundan sonra da qiyamətə qədər davam edəcək. Buna ümid edirəm, inşallah. Və arada olan o mehribançılıq da heç vaxt pozulmayıb. Bu bir qism tələbələrdir. İkinci qism tələbələr neytral qalmağa üstünlük verib. Yəni, nə lehimizə, nə əleyhimizə danışmır ki, fitnədən kənar dursun, heç bir problemə girməsin. Bunlar da əlhəmdülillah hamısı bizim müsəlman qardaşlarımızdır. Üçüncü az bir qismi kimlər ki danışır və biz araşdırmırıq kim harda nə danışır, nə edir. Danışırsa, yəni nə yaxşılıq edir insan özünə qayıdır, nə pislik edirsə o da onun özünə qayıdır. Hər bir halda onların hamısı, tələbələrin hamısı müsəlman qardaşlarımızdır. Allah onlara kömək olsun, Allah onlara doğru yolda qalmağı sabit etsin. O danışanlarına da Allah hidayət versin. Tez bir zamanda o yaramaz əmələ son qoyub, tövbə edib, birliyə can atsınlar, mehriban olmağa can atsınlar. Allahdan istəyim ancaq budur onlar üçün və öz istədiyimi onlar üçün də istəyirəm. Çünki mən özüm buna can atıram. Mən özüm qarşıma çıxan hər kəsə, hər bir tələbəyə salam verirəm, salamını alıram və hər bir yaxşı işdə köməklik göstərməyə səy göstərirəm. Allah hamımızı bu həyatda mehriban eləsin. Hamımız, əlhəmdülillah, müsəlmanıq. Bir cəmaat olmağı bizə nəsib eləsin. Sonda həmişəki kimi Allaha Peyğəmbər sallallahu aleyhi ve sellem bizə öyrətdiyi dua ilə, əvvəldə etdiyim dua ilə dua edib deyirəm, Allahümmə ənfa'nə bimə alləmtənə və allimnə mə yənfa'unə və zidnə ilmə. Subhanəkallahumma və bihəmdik. Əşhədü ən la iləhə illə ənt, əstəğfiruka və atubu ileyk.